Sumqayıtın şəhər statusu almasının 75 illik yubileyi ərəfəsində şəhərdə yeni infrastruktur layihələri həyata keçirilir. Son günlərdə nəqliyyat infrastrukturunu daha da təkmilləşdirmək üçün Sumqayıta Türkiyə istehsalı olan Akia markalı 10 ədəd yeni avtobus gətirilib və vətəndaşların istifadəsinə verilib. Gələcəkdə nəzərə alırıq ki, digər marşrutlarda da müasir tipli avtobuslardan əvəz edək. Bu istiqamətdə şəhər rəhbərliyi işlər aparır. Yaxın bir zamanda qeyd olunan digər avtobus marşrutlarda yeni avtobuslarla əvəz ediləcəkdir. Yeni avtobuslar şəhərin əsas marşrutlarından biri olan 7 saylı marşrut xətti üzrə hərəkət edir. Hörmətli sərnişinlər, gözünüz aydın olsun ki, yəni artıq 7 ilə 7 ada təzə müasir tipli Avropa standartlarına uyğun Avro 5 nəqliyyat vasitələrini gətirmişik, veririk sizin xidmətinizə. Siz sərnişinlərdən də biz nəqliyyatçılar olaraq şəhər rəhbərliyi adından xahişimiz, təvəqqəmiz odur ki, bu nəqliyyat vasitələrindən yaxşı davranasınız, yəni bunun içində səliqə sahmana əməl edəsiniz. Bu yenilik şəhər sakinlərinin daha rahat və təhlükəsiz şəkildə daşınmasını təmin edir. Təşəkkürümü bildirirəm. Hər gün bu nəqliyyatdan istifadə edirəm. Yəni çox sağ olsun ki, biz insanlara belə təzə marşrutla təmin edib, çox sağ olsun. İndi rahat avtobuslarda gedirik, təşəkkür edirik icra hakimiyyətinə və bu nəqliyyatla məşğul olan bütün işçilərin hamısına təşəkkürümüz var. Ümumiyyətlə şəhərdə yol nəqliyyat infrastrukturu sahəsində mühüm işlər görülür. Əsas yollar genişləndirilib, yeni avtobus marşrutları təşkil olunub və marşrut xəttlərinin müasir avtobuslar buraxılıb. Bu isə şəhər sakinlərinin ürəyincədir. Qeyd edək ki, bu il Sumqayıt şəhərinin 75 illik yubileyi münasibəti ilə şəhərdə bir sıra yeniliklər də edilib. Bu çərçivədə stansiya Sumqayıt və Hacı Zeynalabdin qəsəbəsi ərazisində paralel olaraq sahil küçəsində yeni avtobus dayanacaqları quraşdırılıb. Şəhər sakinlərinin daha rahat və təhlükəsiz nəqliyyat xidmətlərindən faydalanması məqsədi ilə həyata keçirilən bu layihə eyni zamanda Sumqayıt şəhərinin daha da inkişaf etməsinə və sakinlərin rahatlığına yönəldilmiş mühüm addımlardan biridir. İndiyə qədər yağış adamın başına tökülürdü, çeyliyirdiniz, sağ olsun yayda istidən, qışda belə deyək, soyuqdan, yağışdan, küləkdən qoruyur. Minnətdaram, yəni öz avazından, qonşuların qolundan belə. Şəhər rəhbərliyi adından sizdən, siz sərnişinlərdən, siz şəhər sakinlərindən istəyimiz, xahişimiz budur ki, bu gözəl dayanacaqları qoruyub saxlamaqda öz əməyinizi, öz zəhmətinizi, öz əlinizdən gələni əsirgəməyəsiniz. İşlər mərhələli və planlı şəkildə həyata keçirilir. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.